Xasirun. Ra hərfi demək təxvim oxunur. Demək dolu şəkildə oxunacaq və mədd ariz olacaq. Yəni ayə sona yetişdiyinə görə 4 hərəkə miqdarında uzadılacaq. Nunun üstündə fəthə atılacaq. Nunun üstünə sükun gələcək və nunun səsi axırda eşidilməlidir. Buna xüsusi fikir vermək lazımdır. Bəzi vaxtda Quran oxuyanlar vəqf edərkən nun hərfinin məxrəcini düz demir, sanki bir səktə yox, sanki bir ixva şəklində nun şəklində hərfi alınır. Ona görə belə demək lazımdır. Tutalım. Əl-xasirun. Əl-xasirun şəklində demək lazımdır. Keyfə təkfurunə. Keyfə təkfurunə. Keyfə də kəfdən sonra yə, mədd dilin hərflərinə aiddir. Yə hərfi izhar edirik. Yəni 2 saniyə müddətində bu hərfin üstündə qalırıq və fə deyirik. Keyfə. Amma bəzi vaxtlar bunu Quran oxuyana keyfə şəklində oxuyurlar ki, təcvid elmində e hərfi yoxdur. Bu, müasir ərəb dilində var, amma klassik ərəb dilində, Quran dilində e hərfi yoxdur. Keyfə təkfurunə. Kəf hərfin məxrəcini aşkar deməliyik. Təkfurunə. Bəzi vaxtda Quran oxuyanlar kəf hərfini deyir, lakin məxrəc eşidilmir. Demək, kəf hərfini yenə təkrarlayıram.